Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 50-60 metr məsafədə, yolun düz yaxınlığında, demək olar qapının ağzına qədər asfalt, gözəl bir yerdə 2 ailə üçün tam uyğun, ara mərtəbəsi manatla inşa olunmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Birinci ev haqqında sizə məlumatlarımı verəcəm. Sonra sizə evin qiymətini sonda deyəcəm ki, ev haqqında məlumatınız olsun. Nəzərinizə çatdırın, bax gördüyünüz kimi həyət yanı sahəsidir, 6 qarajlı, əlavə aşağıda 2 dənə otağı var. 2 ailə üçün tam uyğundur. Bura qaraj hissəsidir, gördüyünüz kimi. Qaraj. Bax, 2 dənə maşın rahat daxil ola bilər evin içinə. Buradan daxil oluruq evin içinə. Girən kimi birinci mərtəbə hamısı istipoldur, döşəməsi. Evin həqiqətən təmiri də normal, qaydasındadır. Birinci dəhlizdə sanuzel hissəsidir, buna tanış olaq. Bu hissəsi sanuzeldir, gördüyünüz kimi hörmətli hissəsi. Təmir qaydasındadır. Bura mətbəx hissəsidir. Mətbəx bu hissəyə yığılacaq. Bura gördüyünüz kimi bir yataq otağıdır. Ev əşyalı satılır. Müəyyən əşyalar götürəcək. Demək olar çoxu satılır. Burada qonaq otağıdır. Nəzərinizə çatdırın. Bax gördüyünüz kimi bütün döşəməsi də hamısı istipoldur. Birinci mərtəbə. Keçən də ikinci mərtəbə ilə tanış olaq. Hörmətli izləyicilər, nəzərinizə çatdırım. Yenə qeyd edirəm. Ev 2 ailə üçün sənədi, bələdiyyə sənədidir. Arxivli sənəddir, kupçiyə gedən sənəddir. Bunu da nəzərinizə çatdırım. Burada təzərrüd gətir. Burada bir besetka düzəldib yayda zətdə oturmaq üçün əlverişli bir şərait yaratmaq olar. Qalxırıq yuxarı. Həyəti buradan bir dənə belə çəkirəm, diqqətlə baxın. Həyətin genişliyində, yəni 2 maşın burada rahat dura bilər, 2 maşın da qaraja daxil ola bilər. Burada da balkondur, oturub burada da havozu ala bilərsiniz. Keçən də evin içindən tanış olaq. Ara mərtəbəsi yenə qeyd edirəm, beton monolitdir, yəni bir-birinin səsin bir-birinin aşağıda düşmür. Keçən indi buradan sol tərəfə. Burada gördüyünüz kimi bu hissəsi qonaq otağıdır. Əşyalar hamısı, bax burada nə varsa evin içində qalır, demək olar. Bura mətbəx hissəsidir. Evdə demək olar, bax əşyalar nə varsa. Amma bir dənə elektronikları bilmirəm, onu ev yasayında danışacaq. Mənə elə gəlir ki, evin içində hər şey içi dolu satılır. Yenə də elektronikları nəzərə alacaq, danışacaq. Mən bilən elektroniklar deyəsən götürüləcək. Onu yenə dəqiqləşdirib sizə vuran zaman deyəcəm. Bura bir yataq otağıdır, haradasa 14-15 kvadrat olar. Təzə mebellərdir, nəzərinizə çatdırım ki, elə bir sınığı, sarxağı yoxdur, istifadə çox olunmayıb. Solda burada bir yerdə yenə bir gördüyünüz kimi bir yataq otağıdır. Sonda da burada gördüyünüz kimi sanuzeldir, ikinci mərtəbənin sanuzelidir. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, yenə deyirəm. Ev 92, 91, 170 marşrutlarından 50-60 metr məsafədə yola yaxın ərazidə yerləşir. Demək olar, yol hissəsi asfaltlı 90%. Demək, hörmətli izləyicilər, sənədi bələdiyyə qərarı ilə arxivli sənəddir. Arxiv arayışı var, bunu da nəzərinizə çatdırım. Evin qiyməti 155 min start qiymətli 2 ailə üçün uyğun olan bir evdir. 155 min. Real alıcısı endirim olmağına olacaq. Nəzərinizə çatdırım ki, hörmətli izləyicilər. 155 minlə endirim olacaq. Birbaşa sahibindən görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.